Salam, zamanı heç nəhəng, kosmik bir hekayə kimi düşünmüsünüzmü? Elə bugün gəlin birlikdə bu böyük kosmik saatın necə işlədiyini anlamağa çalışaq. Baxaq görək, planetimizin hərəkətindən tutmuş, bizim qolumuzdakı o balaca saata qədər bu möhtəşəm mexanizm necə qurulub? Hazırsınızsa, başlayaq. Yəqin ki, bu sual çoxumuzun ağlından keçib, elə deyilmi? Əslində cavablar elə başımızın üstündə, uzaq kosmosun dərinliklərində gizlənir. Gəlin bu sirli səyahətə elə indi birlikdə başlayaq. Yaxşı, gəlin ən böyük zaman vahidindən başlayaq, ildən. Bilirsiniz, il sadəcə təqvimdəki bir rəqəm deyil. Yox, əsla. Bu, əslində yer kürəsinin kosmosdakı o möhtəşəm rəqsinin bir dövrəsidir. Deməli, bizim il dediyimiz şey heç də təsadüfi deyilmiş. Bu, birbaşa planetimizin Günəş sistemindəki o nəhəng səyahəti ilə bağlıdır. Təsəvvür edirsiniz, bu təxminən 940 milyon kilometrlik bir yoldur. İnanılmazdır. Bax, bu möhtəşəm səyahətdə bizim təqvimimizdəki o 365 günü yaradır. Və bir məqam da var. Planetimiz hər gün bu nəhəng yolda təxminən 2,6 milyon kilometr yol gedir. Hər gün. İndi gəldik ən maraqlı yerinə. Yer kürəsinin Günəş ətrafındakı bu səyahəti təkcə ili yaratmır, o, həm də həyatımıza o gözəl rəngləri qatan fəsilləri də yaradır. Və beləliklə, bir ilimiz tam 4 fərqli fəslə bölünür. Yaz, yay, payız və qış. Gördüyünüz kimi, hər fəslində öz ayları var və bu, zamanın o gözəl təkrarlanan ritmini yaradır. Yaxşı, ili başa düşdük. İndi gəlin biraz da xırdalayaq. Görək bu ili daha rahat idarə etmək üçün hansı kiçik hissələrə bölürük? Yəni aylara və həftələrə. Baxın, necə ki il Günəşlə bağlıdır, ay anlayışı da bizim səmada gördüyümüz o ən yaxın qonşumuzla, yəni ay ilə bağlıdır. Hətta qədim zamanlarda təqvimlər birbaşa ayın hərəkətinə, onun fazalarına görə qurulurdu. Məhz buna görə də bir ilimiz ayın bu hərəkətindən ilhamlanaraq 12 bərabər hissəyə, yəni 12 aya bölünür. Və burada bir maraqlı detal var. Həmişə düşünürük, niyə fevral belə qısadır? Sən demə, bu, yer kürəsinin o 365 günlük dövrünü təqvimə tam oturtmaq üçün aparılan dəqiq hesablamaların bir nəticəsidir. Təbii ki, işlərimizi, planlarımızı daha rahat qurmaq üçün ayları da daha kiçik hissələrə, yəni 7 günlük həftələrə bölürük. Bu həqiqətən də zamanı idarə etmək üçün əsrlərdir sınanmış çox effektiv bir üsuldur. İndi gəlin fokusumuzu biraz da daraldaq. Həftədən keçək bir günün içinə. Görək bir günümüz necə formalaşır. Bəs gecə ilə gündüz necə yaranır? Çox sadə. Bu, yer kürəsinin eynilə bir fırfıra kimi öz oxu ətrafında dayanmadan fırlanmasının nəticəsidir. Başqa heç nə. Və bax, bu bir tam fırlanma bizi o bildiyimiz, yaşadığımız 24 saatlıq bir günü verir. Beləliklə, hər bir günümüz də yer kürəsinin bu fırlanması sayəsində o tanış dövrəni yaşayır. Səhər oyanırıq, günorta işlərimizin ən qızğın vaxtı olur, axşama doğru dincəlirik və gecə. Gecə isə sakitlik çökür. Yaxşı, günü də başa düşdük, bəs günün içindəki o kiçicik anları necə ölçürük? Gəlin indi də buna baxaq. Zamanı daha da dəqiq ölçmək üçün günü saatlara, saatları dəqiqələrə, dəqiqələri isə saniyələrə bölürük. Bu sistem sayəsində həqiqətən də həyatımızı demək olar ki, saniyəsinə qədər planlaya bilirik. Əlbəttə, bu qədər kiçik zaman parçalarını ölçmək üçün bizə alətlər lazım idi və bəşəriyyət bu problemi həll etmək üçün möhtəşəm bir şey icad etdi. Saatı. Bir düşünsəniz, İnsanlar nə qədər fərqli saatlar yaradıb, həqiqətən heyrətamizdir. Qədimdəki günəş saatlarından, su saatlarından tutmuş, bugün cibimizdə gəzdirdiyimiz rəqəmsal saatlara qədər. Zamanı ölçmək, deyəsən bizim üçün həmişə çox vacib olub. Hətta bu zamana nəzarət etmək istəyi o qədər güclü olub ki, Londonun simvolu olan o məşhur Big Ben kimi nəhəng abidələr yaradılıb. Bu, bəlkə də insanın zamana verdiyi önəmin ən möhtəşəm sübutlarından biridir. Beləliklə, gördük ki, zaman əslində kosmosun dərinliklərindəki hərəkətlərlə bizim gündəlik həyatımız arasında bir körpü qurur və bu böyük kosmik saat dayanmadan işləyərkən bəlkə də əsas məsələ budur. Bizə verilən bu zamanla biz öz hekayəmizi necə yazırıq? Bu haqda düşünməyə dəyər.